Başı yuduqdan sonra bayıra çıxma, meningit olarsan. Bu barədə mən özüm də daxil olmaqla bir çoxlarımız nənələrimizdən və digər böyüklərimizdən eşitmişik. Bəs bu əslində baş verirmi? Gəlin bunu sizə izah edim. Başı yuyub çölə çıxmaqla meningit arasında bir əlaqə varmı? İlk başda gəlin buna baxaq. Əlbəttə ki, xeyr. Amma başı yuyub soyuq havaya çıxmaqla bəli, meningit arasında əlaqə ola bilər. Necə ola bilər? Meningit baxın, bir infeksiyadır. Beyin qışalarının infeksiyalar vasitəsilə yoluxduqdan sonrakı xəstəliyidir. Baş ağrısı, qızdırma, iflic, epilepsiya tutmaları kimi fəsadlara gətirib çıxara bilir. Bəzən isə komaya, ölümcül durumlara da səbəb ola bilir. Və insan başını yuyub soyuq havaya çıxdığı zaman onun qoruyucu bariyerləri burun və boğazda artıq zəifləməyə başlayır. Yəni mikrobların daxil olmasına və artmasına şərait yaranmış olur. Ona görə də böyüklərimizin dediyi əslində doğrudur. Başı yuduqdan sonra soyuq havaya çıxmaq doğru deyil. Amma yayda isə baş yuduqdan sonra əlbəttə ki, bayıra çıxa bilərik.